Salam hər bir vaxtınız xeyirli olsun. Demək belə bir toz soranı Bakı şəhərindən təmirə gətiriblər. Həm də restavratçı olacaq. İndi ortana nəticəni bir yerdə izləyək. Şotkası da dəyişiləcək. Mühərrikində problem var. Demək bu bir filtr. İkinci filtr. Üçüncü filtr yaddan çıxıb. Arxa hissədə olan. Ona görə mühərrik yanıb. Rezinin çıxartdıq, təkərləri çıxartdıq, dəmir hissələri ayırmışıq. Yenə də açmağa davam edirik, amma çox çətin açılır. Hər bir hissə xüsusi açarlarla açılır. Yəni çox qəliz sökülən bir toz sorandır. Açmağa davam edirik. Hər yerdən gizli şurup çıxır. Çox çətinliklə də olsa açdıq. İdarə etmə panelini çıxartdıq. Yenə də sökməyə davam edirik. Bu mühərriki dəyişəcək. İz vurub. Fikir verirsiniz, yakırda iz var. Burada nə var, hamısı yuyulacaq. Verin paduşkasıdır. 5 şumkasıdır. Yəni hər bir şey var da bu toz soranın. Dərmanladıq, bir də yuyacaq. Yumuşaq spirtlə bir daha yuyub qurmağa qoymuşuq. Kəlləri üzərinə bərpa eləyək. Yine mühərrik götürdük. Sən də bağladıq, rezini taxdıq. Qısa oldu, qalayladıq. Termostatka iki tərəfdən keçirtmişik. Şumkalarını da qoyuluq, təmizləyib qoymuşuq. Rezini də qoyduq. Gizli şuruplarını da bağladıq. Üzərinə lakta vurduq. Demək bu da nəticə. Sensorlandı. Hər bir şeydə işlədi. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.